500 manat büdcəm var, kosmetika satışına başlamaq istəyirəm. Haradan başlamalıyam, necə başlamalıyam? Bu sual ağlınızda varsa, videonun sonundakı izləyin, sizə ətraflı məlumat verəcəm. Xoş gördük Kənan bəy. Bu mövzuda bizə çox suallar gəlir. 1000 manat, 500 manatım var, 2000 manatım var. Onun üçün zəhmət olmasa qısa olaraq 500 manat büdcəni götürək ki, 500 manatla onlayn necə başlamaq olar? Kosmetika satışına hansı məhsullardan başlamaq lazımdır? Bunun haqqında bir qısa məlumat verin. Hansı məhsuldan başlamaq lazımdır? Yəni bir-iki məhsulu nümunə göstərmək olmur. Çünki hamısı bir-birindən əlaqəli məhsuldur. Məsələn belə deyək, tanana alınırsa məcbur onun qubqası alınmalıdır ki, üzə vurmaq üçün. Rumiyan alınırsa highlighter da alınmalıdır. Yəni biz də bütün məhsullardan çeşidli şəkildə hər müştərilərə təklif edirik, yığırıq və məsəl üçün onlayn satış edən müştərimizin sifarişi də 520 manatlıq sifarişdir bu. Tamam. Yəni gördüyünüz kimi mağazada 6000-dən çox çeşid var, amma çalışdığımız qədər 90% məhsullardan var. Yəni çeşidli şəkildə müştərimizə yığılır. Nümunə olaraq məhsulları qısa olaraq deyək. Misal bu balzamdır, dodaq balzamdır, qlosunla bərabər dəst şəkildədir. Bileziklərimiz var, dodaq balzamları var, highlighter var, maskalarımız var, bədən skrabları var, üst skrabı var, qaş üçün, kiprik üçün daraq var, qubqalarımız var. Bəli. Bu qutumuzda daraqlardır, saç vurmaq üçün bu qidilərimizdir, maska çeşidlərimizdir, uşaq üçün, böyük üçün dırnaqlardır, saç lakıdır, saç muzudur. Yəni çeşidli şəkildə bütün məhsullardan veririk ki, yəni müştərilər hər hansı bir məhsulu sual verəndə, yəni yox sözü deyilməsin. Bu isə digər bir sifarişimizdir. Bir marketdə satış edən müştərimizdir. Yəni maska çeşidləridir, bədən spreydir. Yəni gündəlik tələbatda olan çeşidlərdir. Hamısı gündəlik tələbatda olan məhsullardır. Həm bir marketdə satış eləyənlər, həm WhatsApp üzərindən onlayn qruplarla satış eləyənlər və yaxud da satışa başlamaq istəyənlər gördüyünüz kimi 500 manat, 300 manat yenə bu asılıdır sizin belə deyim, bacarığınızdan, sizin müştəri bazanızdan. Bununla bağlı da mağaza əməkdaşları tam dəstək verir. Onu da qeyd edeyim ki, məhsullara, satılan məhsullara cavabdehliyi daşınılır və 15 gün ərzində satılmayan malları dəyişib sizin sata biləcəyiniz digər çeşidlərlə dəyişə bilərsiniz. Mağaza həmçinin WhatsApp satış qrupu da var ki, qoşulub digər çeşidlərin qiymətlərlə bərabər oradan izləyə bilərsiniz. Sualınız olarsa, qrupa qoşulmaq istəsəniz, qeyd etdiyimiz əlaqə nömrələrindən mütləq əlaqə saxlayın.